edirəm və bu sahədə ümumiyyətlə danışılmış oyunlardan başqa futbolçu və futbol ailəsi adına yaraşmayan etika çərçivəsində kənar olan davranışların bundan sonra daha sərt şəkildə cəzalandırılacağını bildirmək istəyirik. Hazırda bizim etika və inzibati komitələrimizdə müxtəlif müzakirələr aparılır. Tətbiq olunan cəza tədbirlərinin daha da sərtləşdirilməsi istiqamətində təkliflər bu yaxın zamanlarda İcra Komitəsinin təsdiqinə çıxarılacaq. Biz futbolun inkişafına nail olmaq istəyiriksə, futbolun inkişafından danışırıqsa, xoşa gəlməz bütün halların yalnız bu danışılmış oyunlar deyil, eyni zamanda futbolun populyarlığının stadionlara daha çox azərkeşin gəlməyini, eyni zamanda idman prinsiplərinə zidd olan hərəkətlərin, qeyri-etik hərəkətlərin qarşısını köklü sürətdə və sərt şəkildə almalıyıq və bununla bağlı olaraq bir daha bunların daha çox tələb olduğunu bildirmək istəyirəm. Buyurun.